Salam qızlar, hər biriniz vloquma və kanalıma xoş gəlmisiniz. Burada saçımı rəngləyərkən istədim ki, vloqumu başladım. Bu formada bir rəng qoydum uzun müddət sonra. Niyə uzun müddət sonra? Çünki Alinaya süd verirdim. Buna görə də çalışırdım ki, kimyəvi məhsullardan olabildiyincə uzaq durum. Bundan sonra isə saçımı yuduqdan sonra gəlirəm toyuq doğramağa. Çünki axşama yemək hazırlamaq lazımdır. Mən də belə toyuqlu bir soba yeməyi hazırlamaq istədim. Bunu əslində mən tez-tez edirəm. Sadəcə bu dəfə fərqli bir formada etdim. Toyuğu bütöv formada saxladım. Əvvəlcə toyuğu doğradım, yəni ortasını kəsdim və üzərini soyuram. Çünki dərisi çox tüklü idi və mən dərini o qədər də sevmirəm. Nəsə tüklər filan olur. Buna görə də ən yaxşısı məncə də dərisini soymaqdır. Bu formada yaxşıca yuyuram və başlayıram artıq sosunu hazırlamağa. Burada hər şeyi ayrıntılı olaraq sizin üçün çəkmişəm. Əvvəlcə toyuğun artıq suyunu çəkirəm salfetka vasitəsilə və keçirəm sos hazırlayıram. Sosumuz üçün isə bizə lazımdır tomat, turşu, fərqi yoxdur, hər hansı bir şey turşusundan istifadə edə bilərsiniz. Burada qapağı aça bilmədim, verdim yoldaşım açdı və ədviyyatları da qarışdırırıq. Duz, istiot, sarı kökdən və birazca da yağdan istifadə etdim. Bu formada əlimlə qarışdırdım. Çünki əlim mənə lazım olacaq. Toyuğun üzərini əlimlə, yəni bu sosu çəkməliyəm. Bu formada əvvəlcə iç hissəsinə, sonra isə üstünü çevirirəm. Buranı da bıçaq vasitəsilə belə deşiklər açıram. Çünki sos içinə daha yaxşı formada keçə bilsin. Bütün sosu da istifadə etdikdən, çəkdikdən sonra başlayıram bu qablarımı yumağa. Çünki istəyirəm ki, səliqəli işimi görüm. Toyuq da həm sosu öz canına çəksin. Mənə lazım olan qabları götürdüm və gəldim. Başlayıram tərəvəzlərimi doğramağa. Bundan sonrasını isə siz görəcəksiniz. Bu arada burada göstərməyi unutmuşam. Sarımsaqdan da istifadə etdim. Birazdan görəcəksiniz. Yəni çox yaxşı dad verir bu yeməyə. Sizin də nəzərinizdə olsun. Bu arada mən burada işlərimi görərkən sizə bir şey haqqında danışmaq istəyirəm. Keçən vloqda mənə çoxlu suallar gəlmişdi. Mən də söz vermişdim ki, növbəti vloqda sizin üçün Alinanı süddən necə kəsdim, bu haqda danışacağım. Kimə maraqlıdırsa, yəni diqqətlə dinləyin. Çünki mən sizə öz təcrübəmi və öyrəndiyim şeyləri deyəcəm. Bəlkə sizə kömək olar. Deməli, ilk başladım yavaş-yavaş azaltmağa. Məsələn, gündə 4 dəfə süd içirdisə, bunu saldım 2-yə, sonra 1-ə. Gündüz bir bəslənməsi qalmışdı və bir dəfə yatarkən süd içirdi. Birinci çalışdım ki, onu bir ay müddətində sadəcə gündüz, yəni südünü içdi. Gecə bəslənməmiz isə olduğu kimi qalmışdı. Yəni gündüz bir dəfəyə saldım. Bir ay bu formada getdikdən sonra gündüz bəslənməsini kəsdim. Düzdür, bu ilk vaxtlar çətin gələ bilər sizə, amma başladım süd verərkən yatdığına görə bunu nə ilənsə əvəz etmək lazım idi. Mən də əlinə oyuncaq filan verərək ayağımın üstündə yüngül formada yelləyərək yatırdım və bir neçə günə demək olar ki, öyrəşdi. Özünüzü heç qorxutmayın. Mənim üçün qorxulu tərəf gecə bəslənməsini kəsmək idi. Çünki artıq son günlərdə niyə kəsdiyimin də səbəbi budur ki, gecə bəslənməsində çox oyanırdı. Yəni gecə oyandıqca ancaq süd içmək istəyirdi. Bu da bir yerdən sonra artıq məni narahat etməyə başladı. Uşaq özü də narahat olurdu, yata bilmirdi. Yəni təsəvvür edə bilməzsiniz ki, gecə ərzində neçə dəfə oyanırdı. Artıq gördüm ki, bu hal ikimizə də yəni pis təsir edir. Həm uşaq narahat yatır, demək olar ki, yatmır. Həm də mən narahat oluram və qərar verdim ki, gecəni də kəsmək lazımdır. Buna görə də gecə ancaq yatarkən süd verdim ilk günlər və ondan sonra oyandığı zaman ancaq ayağımda yellədim.
elədim. Bundan sonra isə bir neçə günə öyrəşdim. Başladım. Digər, yəni yatarkən bəslənməni də kəsdim. 2 gün, demək olar ki, 3 gün çətin oldu. Biraz ağladı ki, yəni süd içsin. Amma gördü ki, vermirəm. Ondan sonra başladı artıq yatmağa. Ayağımda yelləyərək bu arada yatırıram. Və 2-3 gündən sonra elə bil ki, heç uşaq süd içmirmiş kimi rahat formada yatmağa başladı. Gecə yuxusu düzəldi, gündüz yuxusu düzəlib. Maşallah hər şey qaydasında gedir. Yəni əgər siz hazırsınızsa, uşağınız hazırdırsa, məncə süd vermə bir yerdən sonra uşağı çox narahat edir. Yəni mən belə düşünürəm, mənim təcrübəm bu formada idi. Buna görə də artıq indi yəni süd içmir, normal yeməyin yeyir. Yemək yeməsi düzəldi bu arada. Bəzən uşaqlar südə güvənərək yemək yemək istəmirlər. İndi yəni bizim yediyimiz qidalardan da yeyir, özünə uyğun qidalardan da yeyir. Yəni bu formada çox normal şəkildə davam edirik. Bu arada mən qaynanam 2 toyuq almışdı. Onlardan birini də doğradım və yudum. Təmiz formada 2 yerə bölərək buzluğa atdım. Bundan sonra isə düşdük dərziyə. Bu arada yeməyim hələ bişməyib. Burada qoyduq bişməyə və düşdük ki, biraz hava alaq, həm də işlərimizi görək. 2 şalvarım var idi, onları dərziyə verdim. Sonra da başladıq Alinanı gəzdirməyə ki, Alina da hava alsın. Yeməyi qoyduq, düşdük dərziyə. Dərziyə şalvarlarımı verdim. İndi də biraz hava alırıq. Aliş, bax anaya. Salam. Biraz Metroparka gəldik, Metroparkı da gəzdik. Bundan sonra getdik Alinanın ən sevdiyi quşlara baxmağa. Bu arada, yəni süd verməklə bağlı kiminlə sualı olsa, sizə nə maraqlıdırsa, mənə çəkinmədən yaza bilərsiniz. Əgər özəl suallarınız varsa, Instagram üzərindən də özəl olaraq yaza bilərsiniz. Mənim üçün sizin suallarınızı cavablandırmaq çox xoş. Yəni heç kim çəkinmədən mənə ümumiyyətlə hər hansı bir mövzu ilə də bağlı sizi nə maraqlandırırsa yaza bilərsiniz. Bundan sonra isə Alina da biraz quşlarla oynadı, filan quşlara baxdıq, gəldik evə, yeməyimiz də artıq bu formada bişmişdi, çox dadlı alınmışdı. Bundan sonra bir neçə saat keçdi və başlayıram meyvələri suya qoymağa. Belə meyvələr almışdıq, o hissələri çox sizə çəkə bilmədim. Burada artıq günün sonudur, mən fikirləşirəm ki, artıq burada yəni günü sonlandırım. Burada özümə çay və mürəbbə də hazırlamışdım. Meyvələr isə bir müddət suda qaldıqdan sonra yuyuram və artıq növbəti gündən sizi salamlayıram. Növbəti gündə də səhər yeməyimizdən sonra başladım sizin üçün vloqumu davam etdirməyə. Çünki fikirləşdim ki, vloqum çox qısa alınıb, buna görə də başladım sizin üçün çəkməyə, həm də evi yığışdıracaqdım. Fikirləşdim ki, təmizlik vloqu sizin üçün də maraqlı olar. Şkaflarım çox pis vəziyyətdə idi. Yəni çox pis vəziyyətdə dediyim neçə vaxtdır ki, dəyişiklik etmək istirdim, amma bunu saxlayırdım. Buna görə də fikirləşdim ki, də vloq da çəkim sizin üçün də maraqlı olar. Əvvəlcə amma qabları yumaqla başladım. Bu hissələri biraz çox tezləşdirdim ki, sıxılmayasınız. Belə qəndqabı var idi. Gördüm bunun üstünü təmizləmək mümkün olmur. Buna görə də fırça ilə təmizlədim. Çünki üzərindəki bəzəklər çox xırda-xırdadır. Buna görə də adi süngərlə təmizləmək olmurdu. Bu formada qablarımı yuduqdan sonra qəndqabımı silirəm və qəndimi yerinə doldurub keçirəm evləri də artıq yığışdırmağa. Qızlar, təmizlədim, qabları yudum. Səhər yeməyimizi də yemişik. Bundan sonra çıxan qabları da yudum. Elə diqqətlə qulaq asır. Xanım da əlindəkiləri yığıb məni gözləyir ki, işimiz bitsin, sonra gedək digər otağa oyun oynamağa. Necə də diqqətlə baxır. Nə olur? Deməli, hər yeri yığışdırdım. Bu hissə də təmizdir. Sadəcə qaldı qəndi yerinə boşaltmaq. Mən bunu alandan da qabları burada saxlayıram ki, sular süzülsün. Ondan sonra yerinə yerləşdirirəm. Təbii ki, hansısa silinməli olanda onu silirəm. İndi birazdan bunların suyu biraz süzülsün. Biraz bu hissəni də üzdən silmək istəyirəm. Çox dərinləməsinə ehtiyac yoxdur. Çünki yağlı filan deyil, sadəcə tozludur demək olar. Ona görə gəlin əvvəlcə dəsmalımı yuyum.
Öyle mi? İnanmıyorum. Divanın üstündə səliqəyə saldıqdan sonra gedirəm, bir neçə paltar yığılmışdı. Çalışıram ki, mən iş gördüyüm zaman paltarlar yuyulsun. Bu zaman daha rahat olur. Çünki bir də paltar yuyanı gözləmək məcburiyyətində qalmıram və paltar yuyanı da qoşub davam edirəm işlərimə. Bu dəfə isə artıq keçirəm öz otağımı yığışdırmağa. Çünki bu formada saxlamışdım ki, onsuz vlog çəkəcəm. Burada da görürsüz, əvvəl kravatın üstünü yığmağa çalışıram. Alina da hər zamanki kimi mənə kömək edir. Bundan sonra fikirləşirəm ki, ən yaxşısı pastelləri dəyişim. Burada indi fikir verəcəksiniz ki, bir neçəsini yastığın üzünü çıxarıram, digərlərini isə saxlayıram. Burada istifadə olunan əsas 2 yastıqdır. Bizdə biri mənim, biri yoldaşımın. Digərlərini isə qoyuram ki, Alina kravatdan düşməyə çalışır bəzən. Yəni özü istəmədən edir bunu. Yatdığı zaman fırlanır filan. Bu zamanda neçə dəfə olub ki, yerə yıxılmaqdan, yəni son anda qurtarmışıq. Bəzən heç bu yastıqlar belə Alinaya kömək etmir. Yəni o dərəcə gecələr çox tez-tez fırlanır. Buna görə də o yastıqlardan istifadə edirəm. Bundan sonra isə şkafda belə bir dəyişiklik edirəm. Yoldaşımın paltarlarını aşağı hissəyə, Alinanın paltarlarını isə həmin hissəyə qaldırıram ki, Alinanın xoşu gəlir, öz paltarlarını çıxarsın və dağıtsın. Buna görə də belə bir çözüm tapdım. Öz paltarlarım olan hissəyə isə dəymirəm, çıxarmıram. Çünki orada çox paltar var və mənim ora çox vaxtım gedəcək. O qədər də vaxtım olmadığına görə dedim əsas işləri görüm. Bu hissələri, yəni tozlandığı üçün neçə vaxtdır ki, təmizləmək istirdim. Heç cürə vaxt tapa bilmirdim. Bu arada gördüyünüz kimi salfetkanı da tez-tez dəyişirəm ki, təmiz olsun və hər yeri də tozlanan, gözümə dəyən bütün hər hissəni yığışdırıram. Alina'nın paltarları keçən dəfə də sizə demişdim ki, bu hissədə idi. Sadəcə bu hissəni Alina çox dağıtmağa çalışır. Bu qutuları götürmüb içindəkiləri boşaltmağa çalışır. Buna görə də fikirləşdim ki, ən üst tərəfdə Alina'nın paltarları olsun, yoldaşımın paltarlarını bu hissəyə, aşağıda isə onsuz da mənim paltarlarımdır. Onlara da çox dəymir. Yəni məncə belə daha yaxşı oldu. Aşağı hissəni də sildim, tərtəmiz oldu. İndi bir müddət qurusun içi, ondan sonra bütün paltarları yerləşdirim. Fikir verirsinizsə, mən hissə etməyə çalışıram, çox dağıtmadan etməyə çalışıram. Çünki səbəbi də baxın bu qızdır. O çünki imkan vermir. Çox dağıtsam, ondan sonra onları toparlamaq mənim üçün çox çətin olacaq. Kənarda yuyulmuş paltarlar da var idi. Yoldaşımın köynəklərini də belə asıram. Bunları da səliqəli formada yerinə yığıram ki, bu hissə də artıq düzəlsin. Bu arada sizə kiçik bir xatırlatma da edim ki, hələ də məni abunə olmadan izləyirsinizsə və mənə dəstək olmaq istəyirsinizsə, vloqlarımı bəyənirsinizsə, kanalıma abunə olmağı unutmayın. Bu mənim üçün çox vacibdir. Fikir verirəm ki, məni izləyən insanların 70%, təsəvvür edin, 70%-i mənim kanalıma abunə olmadan məni izləyirlər.
Buna görə də bəzən olur ki, insan sevərək izlədiyi kanalı belə, yəni abunə olmağı unudur. Buna görə də çalışıram ki, hər zaman sizə xatırlatma edim. Çünki bu ilin sonuna qədər mən istəyirəm ki, kanalım 10.000 olsun. Bunu da mən tək bacara bilmərəm, ancaq sizin sayənizdə ola bilər. Buna görə də əvvəlcədən dəstək olan hər kəsə təşəkkür edirəm. Bu arada qızlar, sizə gündəlik olaraq həyatım maraqlıdırsa, məni Instagramdan da izləməyi unutmayın. Çünki Instagramda gündəlik storylərdə mən öz həyatımı sizinlə də bölüşürəm. Yəni bunu da deməkdə məqsədim odur ki, bəzən insanlar nəzərlərindən çıxa bilir, unuda bilirlər. Buna görə də tez-tez sizə istəyirəm ki, xatırladım. Qızlar, başladım toz soranlamağa. Burada şkafın içini görürsünüz ki, Alina peçenyeni gətirib, hamısını xırdalayıb doldurmuşdu buranın içinə. Yəni evi bir dəqiqədə olsun təmiz saxlamaq mümkün deyil. Bu arada yazanlar ola bilər. Mən toz soran başlığını çalışıram ki, demək olar ki, hər istifadədən sonra silim. Ona görə də rahatlıqla bu formada matrasın üstünü filan da toz soranlayıram. Fikirləşərsiniz ki, toz soran hər yerə dəyir və ondan sonra mən matrasın üstünə də vururam. Mən çalışıram ki, toz soranın aşağı hissəsini təmiz saxlayım. Yəni ümumiyyətlə hər istifadədən demək olar ki, sonra mən silifinin salfetləri ilə toz soranın üzərini filan, altını, hər yerini silirəm. Bu arada da bu toz soranları yəni yaxşı işləməsi üçün tez-tez təmizləməyi, içini yumaq lazımdır. Mən də bunu tez-tez edirəm. O zaman çox güclü olur. Burada da toz soran təzə yuyulduğu üçün çox yaxşı yəni işlədi. İnsanın yəni bu toz soran həqiqətən əlindən tutur. Mən sizə çox istəyərdim ki, bu toz soranın linkini verim, amma təəssüf ki, Trendyoldan mən sifariş vermişdim və Trendyolda bitib. Amma bir çox insanı görürəm ki, Şahin Electronics'dən filan alırlar və ucuz qiymətə orada satılır. Mən biraz baha almışdım Trendyoldan. Yəni kimə maraqlıdırsa, oranın öz səhifələrinə yazaraq da soruşa bilərsiniz. Təbii ki, mən reklam filan eləmirəm. Sadəcə görürəm ki, bir çox insan oradan alırlar. Məncə Sədərəkdə filan da satılır. Başqa bilmirəm harda satılır, amma çox yaxşı toz sorandır. Hələ də yəni uşaqlı evlərdə yəni çox əlimdən tutur. Buna görə də sizə məsləhət də görürəm. Bu toz soranlama işini də mən çox uzatmadım ki, sizin üçün sıxıcı olmasın. Günü isə sushi ilə bitirdik və bundan sonra da çıxırıq yoldaşımla yürüyüş etməyə. Bu aralar bir aydır ki, demək olar düzənli olaraq hər axşam yürüyüşümüzü edirik. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Kanalımı izləməyi və vloqu da bəyənməyi unutmayın. Hələlik.